Havanın qəfil istiləşməsi məni də çaşdırdı. Marketdən alıb soyuq sorok yedim. İndi hiss edirəm ki, axşamdan boğazım ağrıyır. Qarşısını nəylə alım? Beta-karotin yiyəcəm bir də inşallah. Çox qəşəng təsir eləyəcək boğazımın ağrısına. Qoydum ağzıma hətta. İndi Navalminimdən də açıram. Kapsulalarla tökürəm. Suyumun içərisinə. Belə formada. Bir qaşıq da qəşəkcə balı, təmiz balı qatıram ona. Və neynirəm? İçirəm. Ki boğazımın ağrısı geçsin. Və üstündən də bunu Epam 7-dən damcılayacağım ağzıma. İnşallah.